Salam, əziz izləyicilər. Bugün sizə çox adi görünən, amma əslində həyatımızın ən səssiz şahidlərindən biri olan xalçalar haqqında danışmaq istəyirəm. Biz ona hər gün baxırıq, amma onun nə dediyini eşitmirik. Üstdən baxanda xalça bizə sadəcə naxış göstərir. Amma mən istəyirəm ki, siz o naxışın içindəki nəfəsi görəsiz. Bir dəfə yandan baxın, sıx ilmələr, incə düyünlər. Onlar sadəcə toxuma deyil, onlar səbrin, zəhmətin, günlərlə davam edən sükutun izi kimi durur. Hər bir ilmə bir nəfəsdir, bir əl izidir. Xalçaya baxanda özünüzdən soruşun. Bu xalça bizə nəsə göstərir, yoxsa nələrisə gizlədir? Xalça əşya deyil, o evin yaddaşıdır. Gələnləri də görür, gedənləri də. Sükutu da saxlayır, sevinci də. Sadəcə baxış bucağımızı biraz dəyişmək lazımdır. Və anlayacaqsınız ki, xalça yerə sərilmiş bir parça yox, evin ən sadiq xatirəsidir.